Talih Aslanov 1996-cı il dekabrın 1-də Goranboy şəhərində anadan olub. Azərbaycan ordusunun əsgəri olan Talih Aslanov 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Talih Aslanov oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Talih Aslanov ölümündən sonra Vətən uğrunda Suqovuşanın azad olunmasına görə və Cəsur Döyüşçü medalı ilə təltif edilib.